Elxan Əbdürrəhmanoğlu Osmanov 1962-ci il 19 dekabrında Şamaxı rayonunun Sis kəndində anadan olub. Ailədə 6 qardaş olublar. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı 1 nömrəli fizika-riyaziyyat təməllü məktəbdə davam etdirib. Hələ kiçik yaşlarından ədəbiyyata, poeziyaya böyük maraq göstərib. Kiçik şeirləri və hekayələri, miniatürləri Kirpi jurnalında, rayon qəzetlərində çap olunur. 1985-ci ildə Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsini bitirib. 1985-2001-ci illər ərzində doğulduğu kənddə fizika-riyaziyyat müəllimi, icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyə kimi 40 kitabı işıq üzü görüb. Onlardan 4-ü şeir, 2-si riyazi məntiq, digər 36 kitab isə qəhrəmanlıq, vətənpərvərlik, psixoloji və dedektiv janrda yazılmış nəsr əsərləridir. Dəfələrlə təkrar çap edilmiş romanlarının bir qismi rus və ingilis dillərinə tərcümə edilib. Milli dedektiv janrının əsas aparıcı simalarından biri olan yazıcı 2008-ci ildən başlayaraq ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatlar tərəfindən dəfələrlə ən çox oxunan yazıcı elan olunub. Xəyanət romanından sonra dedektiv yazıcı kimi tanınıb. İri həcmli Qan ləkəsi romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan Xocalı faciəsindən bəhs edən Cəhənnəmdən gələn səs romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsər sayıla bilər. Qisas gecəsi romanı Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun qısa, lakin şərəfli həyatından və döyüş yolundan bəhs edir. Yazıcının Mərtəbələr, Niyə susursan polkovnik, Qanunsuz əməliyyat, Xəstə ruhlar, Məhəbbətin gizli kodu, Qambay Qasımlının xəfiyyələri, Armet Mişel, Uğursuz gecə, Alternativ əməliyyat, Ölümsüz qətil, Şantaj, Susan qadın, Psixiatr xanım romanları oxucular tərəfindən böyük maraqla qarşılanıb. Sevilən yazıcı Elxan Elatlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl Qələm mükafatçısıdır. Ailəlidir, bir qız evladı var.